Alçaqsan ki, oğlu əskər göndərirsən. Sən övladı əskər göndərirsənsə, günü sabah 18 yaşında oğlu, bilgilən ki, sənin oğlunun anasını, sənin öz anın ağzın, arvadı, qızı BN Times xəbər verir ki, Hacıqabulun İynəburun kənd sakini Yalçın Dəmirov yenidən sosial şəbəkələrin gündəminə düşüb. Bir müddət əvvəl onun talışlara qarşı təhqiramiz ifadələr səsləndirdiyi video kanalımız tərəfindən yayımlanmışdı. Talışları zincirdə saxlamalı, boş buraxmaq olmaz. Çünki onların qanları xarabdır. Sosial mediada yayılan yeni görüntülərdə isə Dəmirov canlı yayım zamanı övladlarını hərbi xidmətə yola salan valideynlərə qarşı kobud ifadələr işlədir. Və bu gün də mən oğlumu göndərim ki, Zakir adlı müdafiə naziri oğlumun ciyərin böyrəyini satsın. Ona görə də sən övladı əskər göndərirsənsə, günü sabah 18 yaşında oğlu, bilgilən ki, sənin oğlunun anasını, sənin öz anın ağzın, arvadı, qızı alçaqsan ki, oğlu əskər göndərirsən. Oğlun qıçın baltala, türməyə saldır, dəlixanaya saldır, əskər göndərmə. Mən bunu deyirəm və bunu müraciət edirəm Zəkiyə, müraciət edirəm Elmana, müraciət edirəm Qabil Məmmədova, müraciət edirəm bütün namussuz Avropada qeyrətlilərə. Bu məsələni qaldırmalıdır. Övladını əskər göndərənin anasını Kanal olaraq xahiş edirik ki, yayımlanan görüntülərdə əks olunan davranışlarla bağlı aidiyyəti dövlət qurumları məsələni araşdırsın və bu şəxsin barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görülsün.